Kəmalə Günəşlinin oğlu Rəşid, hoş gəlib efrimizə səfa gətirib. Gəl atam. Sağ olasın. Gəl. 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 Bu gurbetin geceleri soğuk olur çekilmez. Yalnızların ne derdi var yaşamayan bile. Zəhmət olmasa qrupun planından göstərin onu, zəhmət olmasa. İki almanın bir yarısıdır. Rəşid, atam hoş gəlmişsən. Mikrofon ver. Çox sağ olun. Necəsən atam? Sağ olun, yaxşı olasın. Əvvəla çox sağ ol ki, getdin, o deyir, vətənə olan borcunu yerinə yetirdin, gəldin. Allah bütün valideynlərə, evlatlarının sağ-salamat gelib gəldiyi nəsib eləsin atam. Necə oxşayırlar bir-birinə.